Salam, hər vaxtınız xeyir olsun əziz müştərilərim və izləyicilərim. Deməli, gördüyünüz LC1 markalı paltar yuyan problemi vardı. Yəni suyu boşaltmırdı. Yəni bunu da deyirəm ki, ola bilər, bilməyənlər ola bilər. Yəni ki, bilənlər bilir, bilməyən də ola bilər. Yəni ki, suyu əgərləri boşaltmırsa, içərisində yığıb qalırsa, misal üçün boşalmır da, su yığılıb paltar yuyanın içərisində qalıbdır. Və yaxud da ki, belə deyim sizə. Onu izah edeyim sizə. Gördüyünüz bu yeri görürsünüz. Burada qapağı var. Kəlbətinin arxası ilə keçirdib bu qulağına. Fırlayırsınız, açırsınız, içərisinə baxırsınız. Yəni təmizliyinə baxırsınız. Əgər baxılmayıb, nəzarət olunmayanda bax bunun gününə düşür. Xarab olur. Oxta kireçlənmə, tutulma. Görürsünüz. Yəni bu parça dəyişirsiniz, pompanı dəf kimi işləyir. Suyunu da qurutma modunda da dəf kimi verir. Allah kömək olsun. Allah razı olsun, başa dönərəm. Sağ olun, var olun. Dəf kimi qəşəng, səliqəli. Hazır vəziyyətdə. Sizin də ehtiyac olarsa qulluğunuzdayıq. Telefon nömrəmiz də 055 774 88 46. YouTube kanalıma da zəhmət olmasa Mərifət Usta TV-yə abunə olun, bildirimi açın zəhmət olmazsa. O bir də özümü də çəkim. Bu da universal Mərifət Usta. Sağ olun, Allah emanet.